O susqunluğunu axır ki pozdu. Utansınlar, bu işlere getməsinlər. Xalq artisti niyə gileyi güzar edir? Bunlar getsinlər, dükkanda mal satsınlar. Onu qıcıqlandıran səbəblər Ayıbdır. birazdan. Xalq artisti ötən illərə qayıtdı. Əvvəllər səsin kimliyi var idi. Oxuyan kimi dedi, bu Qədir Rüstəmovdur. Bu Arif Babayevdir. İndi onu demək mümkündür. Radioda qulaq asırsan, o səslərin kimliyini tapa bilmirsən. Ağadadaş Ağayev ilk dəfə səmimi etiraflar etdi. Mən gələndə sensasiya olmuşdu. Dağış məndə, dolu səndə. Onu görə bilmirəm mən. Onu görmək istəyirəm. Amma çox belə səbirsizliklə görmək istəyirəm. İllərin sənətkarı yeni nəsil ifaçıların ifasına ağız büzdü. Bir-birini təkrar edən ifalar, bir-birini təkrar edən boğazlar, daldala ritmlə oxumaqlar, o ritmdə düşmənlərə aid ritmdir. Mən onu sizə demək istəyirəm ki, buradan uzaqlaşsınlar. Azərbaycan musiqisinin öz tələbləri var. O tələblərə uyğun oxusunlar. O özündən başqa kimsəni bəyənmədi. Mən deyəmmənəm ki, Azərbaycan musiqisində bizdən sonra ulduz var. Xalq artisti Ağadadaş Ağayevin açıqlamalarını sizə olduğu kimi təqdim edirik. Maşınını, evini, geyimini, hətta yediyi yeməyi belə reklam edən şou nümayəndələrinə Ağadadaş Ağayevdən sərt ittiham. Ayıbdır. Dünyada milyarder insanlar var, heç bu işləri belə görmürlər. Mənim o adamlara yazdığım gəlir və özümü onların arasında görmürəm. Görmürəm, ona görə ki, utanıram. Və onlara da məsləhət görürəm ki, utansınlar, bu işlərə getməsinlər. Biznes adamlarıdır bunlar. Bunlar getsinlər, dükkanda mal satsınlar, dəyişik işlərlə məşğul olsunlar. O qədər zərər verməzlər. Təki bunu sənət ladından istifadə edib onu o yerlərə gətirməsinlər. Yəqin ki, bu tənqiddən hər kəs öz payını götürər.